الخلائق الأجمعين والصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا وحبيب قلوب العالمين أبي القاسم محمد وآله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، فقال الحكيم في محكم كتابه الكريم: بسم الله الرحمن الرحيم. وَلَقَدْ كَانَ لَكُمْ آيَةٌ فِي فِيَتَيْنِ الْتَقَتَا فِيَةٌ تُقَاتِلُ فِي سَبِيلِ اللّٰهِ وَأُخْرَى كَافِرَةٌ. Bugünkü bəhsim inşallah hamasa ve şücaat barəsindədir. Yani İmam Hüseyin salamullahi aleyhin şücaatı barəsində ve bunu da qabaqcadan məhzər edeyim ki, şücaat iki cürdür. Yani qəhrəmanlıq, hamasa iki cürdür. Biri onun cismə aiddir. Yani insan fərq eləmir, vəhşi bir heyvan görəndə və yaxud düşmən görəndə qorxmuyor, çəkinmiyor. Axıra qədər nədir, o düşmənlə mübarizə edir. Bu cismin şücaətidir. Bəzən də görürsünüz, məsələn, tarixdə gördüm, bəzi insanlar da məsələn, meşədə canavarla üzləşib, ondan döyüşüb, qələbə də çalıb. Bu cisimdən şücaət olmaq özü gözəl bir haldır, çox gözəl bir keyfiyyətdir. Rivayətlərdə də biz təşviq olunmuşuq ki, yəni insan gərək qorxaq olmuyor. Özündə bu hissi, şücaət hissidir, ədalət hissidir. Daima bunları özündə pərvəriş verər, tərbiyələndirər. Biz bunun bir hissəsi genə qayıdır ki, bu valideynlərdən o şücaət keçir övladlara, amma da tam ilə hamısı valideynlərə aid deyil. Ki, insanın özü də zaman öz üzərində işləsə, bunu kəsb edə bilər. Amma ikinci şücaət mənəvi şücaətdir. Mənim əsas bəhsim onun üstündədir. Bu mənəvi şücaət maddi şücaətdən qat-qat həm çətindir, həm üstündür. Rivayətlərdə də onun üstündə nədir? Çox təkid olunub bizə. Ki, insan mənəvi cəhətdən gərək şüca olaq. Allah mənəvi cəhətdən şüca olan nədir? Yəni, günahla üzləşəndə günaha qələbə çala bilər. Ola bilər, məsələn, bir insan cismi cəhətdən çox şücaətli olsun, döyüş meydanında düşmənə qələbə çalsın, amma mənəvi cəhətdən zəif olsun. Məsələn, gəlsin sonradan, məsələn, bir dənə rəbəbi biz deyərik. Rəbəbi, yəni sələm. Sələm ticarəti qabağına çıxanda ayağa axsasın. Amma döyüş meydanında çox güclüdür, qüdrətlidir. Və yaxud, məsələn, bir şöhrət, yaxud bir dənə məqam qabağına çıxanda ayağı orada əsas. Ya bir ticarət, ki, o ticarətdə haram var, oradan nədir? Uzaq çıxa bilməsin. Ya bir yerdə ki, misal üçün özünü sındırmalıdır, təkəbbür onu nabud eləsin. Onun üçün də Peyğəmbər sallallahu aleyhi və səlləm bir dəfə döyüşdən qaydanda əskərlərin qabağına çıxdı, dedi, eşq olsun sizə. Mərhəbən bir qövmin, əzzəl cihadəl əskər. Siz kiçik bir cihaddan qalıb çıxdınız. Qaldı sizin böyük bir cihadınız. Bu döyüşçülər hamısı təəccüb edər, ya Resulallah. Biz öldürdük, şəhid verdik, düşməndən öldürdük. Sən buna kiçik versən, dedi, bəli. Dedi, bəs böyük cihad nədir? Böyük şücaət nədir? Həzrət Peyğəmbər buyurdu ki, böyük şücaət nəfsə qələbə çalmaqdır. Nəfsə qələbə çalmaq, cismən düşmənə qələbə çalmaqdan çox çətindir. Baxın, məsələn, biz əgər İslam tarixin vərəqləşik, görək ki, Peyğəmbərin yanında çox əzəmətli sərkərdələr olub. Onlardan biri, məsələn, Zübeyrdir, biri Təlhədir. Həqiqətən də, məsələn, Həzrət Peyğəmbər Zübeyr barəsində buyurub, bir gün Həzrət Aleyhisselam özü xatırlayır bunu. Zübeyr o şəxslərdən ki, ona Peyğəmbərin qılıncı deyərlər, Seyfullah, Allahın qılıncı. Bir gün oturmuşlar, Həzrət Aleyhisselam da oradaydı, Peyğəmbər üzünü tutdu Zübeyrə, dedi, ah, sənin əlindəki qılınc mənim yüzümdən nə qədər qəmlər dağıdıb. Sonra biraz məks sükutdan sonra Peyğəmbər dedi, ancaq xeyif ki, bir gün bu qızıl, bu qılınc ədalətə qarşı vuruşacaq. Həzrət Əlini göstərdi, işarə elədi, salamullahi aleyh. Zübeyr, həmin cəngi Cəmal'da, Cəmal döyüşündə, Zübeyir Həzrət Əlinin üstünə gələndə, Həzrət Əli bu sözü Zübeyrə xatırlatdı. Zübeyir də dərhal qaçdı oradan, uzaqlaşdı ki, uzaqlaşsın o hadisədən oğlu çıxdı qabağına. Dedi, hə, nədir, qopdun,
Yine bir nefsini anlattı, gayet Hazreti Ali'nin üstüne koşun edebildi ki, bu gəlir dövüşmeye, müharibə onun geri qayıtmağı ilə başlandı. O, bakın, maraqlı nədir? Cismi cəhətdən çox şücaət deyildi. Ama mənəvi cəhətdən zayıfdır. Bizə də çox tövsiyə olunub ki, biz mənəvi şücaəti özümüzdə daha çox tərbiyələndirək. Günahlarımız olacaq. Məsələn, görək nə qədər məsələn qeybətlə üzləşəndə ondan uzaqlaşa bilərik. Nə qədər həsədlə üzləşəndə ondan uzaqlaşa bilərik. Nə qədər haram ticarətlə üzləşəndə ondan uzaqlaşa bilərik. Nə qədər dünya bizim üstümüzə gələndə biz dünyadan qaça bilərik. Haram dünyadan söhbət gedir. Baxın, şücaətin əsl şücaət mənəvi meydanda insançılığa ehtiyac olur. İnsan orada ola bilər biz cismən kiməsə qələbə qazana bilər. Amma mənəvi cəhətdən günahlar bizi sındırsın. Günahlar bizi əsir odur. Hazret Peygamber de deyir ki, zaten müminler, Müslümanlar arasında değil. Deyir, eğer sizle birbirinizin aruzda ihtilaf olsa, siz birbirinizden ihtilafınızı halledin. İhtilafınızı halledin de muhalifi aradan götürmek için çalışmayın. Adeten görsen biz, Allah göstermesin, biriyle sözümüz sert düşende aramızdaki sözü halledemezsen o karşı tarafın özün mahvedemez istiyor. Ona hücum ediyor. Bu da Peygamber çok istiyor. Bu şücaat istiyor insan biriyle muhalefet edende onun şahsiyetiyle şunu olmasın, onun ameli arasında danışsın. Onun için iki tür bizim şücaat varımızdı. Bir manevi şücaat, iki İmam Hüseyin Salamullahi o cismi şücaattan manevi şücaat daha çok iyiydi. Ahliyet'ten manevi şücaat daha çok iyiydi. Siz görürsünüz ki Ahliyet Aleyhisselam dövüş meydanından necə də qaçmayıblar ki heç də günahla da izvaz gələndə qaçmayıblar. O günaha qarara çalır. Bugün biz bu məhəlləmilərə toplaşırıq, həm cismi cəhətdən o şücaatımızı tərbiyələndirək, formalaşdıraq, davranış verək. Ondan da yüksək mənəvi cəhətdən. Mənəvi cəhətdən öz şücaatımızı çoxaldaq, həvasamızı çoxaldaq. Mənəvi cəhətdən şücaatımız necə çoxalır? Günahlarla yüzləşəcəyik, o günahlara qələbə qazanmağı bacaraq. Hətta İmam Zamanın zuhurun hazırlamaq da aslıdır bizim günaha necə qələbə qazanmağımızdan. Günahla yüzləşəndə verdiğimiz reaksiyadan. Görək günah bizi sındıracaq ya biz günah sındıracaq. Allah deməsin, günah bizi sındırsa, deməli biz nədir? İmam Zamanın əskerlərindən deyirik. Ama günaha qələbə çalsın, biz deməli özümüzü yavaş-yavaş hazırlıyoruz. Ve hayatın her bir sahnesinde, hayat meydanının her bir sahnesinde bizim qabağımıza bu imtihanlar çıxabilir. Onun için de daima burada diqqətimiz nə olmalıdır? Diqqətimiz həm ulema da ki götürüb imamətdən, imamat da götürüb Kur'an'la bir mesela bir hüküm diyelim, bir halakata diyeyim, bir hadise mi ya bir cariyan mı ya bir fikir mi? Kur'an bunu bizim için tahlil edilir ve bizim ona çok vadar edilir. O nedir? İnsan özün Allah'ın mahzerinde duyma. Müşkül buradan başlayıp, hatta da sizin için İmam Hüseyin'den çok eşittiğiniz bir hadisi tekrar okuyacağım ama başka bir semtte ben ona tozih vereceğim. İmam Hüseyin Salamullahi Kerbela'da ahir sözü bilirsiniz ne oldu? Ahir sözü ki ben Ali Asgar'ı da verenden sonra Ali Asgar İmam Hüseyin Salamullahi'nin ahirinci kurbanı da Ali Asgar'ı da verenden sonra özü dedi İmam Hüseyin Salamullahi buyurdu. İlahi, bu iş mənə ona görə yüngül gəlir ki, mən özümü sənin məhzərində bilirəm. Bilirəm ki, sən mənə baxırsan, mən sənin gözünün qabağında bu işi görürəm. Sən nazirsən. Bu his, bu duygu, bu fikir əgər bizdə formalaşsa, biz bilin ki, nədir? Şücaətlər biz şücaətli biz insan o. Ki, özümüzün Allah'ın məhzərində görək. Məşhur hadislərdən biridir. Bir defa gelir İmam Hüseyin Salamullahi'nin yanına, diyor ki ama ben şücaatli olmak istiyorum. Ama günaha da gücüm çatmır. İstəyirəm günah eləməyəm. İstəyirəm günah eləməyəm. Ben mahallemilərdə həmişə cavanlara deyirəm,
bir şeyi Allah'a çok değil. O da nedir? Deyin ki Allah, ben istəyirəm uzaqlaşamazım, pazarmıram da tut əlimdən. Hatta onu da Allah'a etiraf elə. Etiraf elə ki Allah, ben istəyirəm dönəm, ben istəyirəm tövbə eləyəm, ben istəyirəm imam zamançı olam, ben istəyirəm əsr şiir olam, ben istəyirəm salman olam, ben istəyirəm əbazar olam, ancaq bacarmıram, Allah tutma əlimdən. O cür desən Allah tutacaq. Çünkü özü təslim edirsən Allah'a. Odur bu kişiye geldi İmam Hüseyin selamullahi aleyhə bu cür buyurdu. Dedi ki, ben istəyirəm düzələm, ancaq günahdan da qaça bilmirəm. Neyim ki lan? Günahdan uzaq olun. Gör İmam ona birinci nədir? Buyurur ki, ifəl xəmsə əşyab, vəzn maşid. İmam başladı bunun fitrətini öğretməğa, bunun insanı duyğusunu öğretməğa, Allah'ın bunun vücudunda koyduğu pak o nəfsilənmə var, onu tərif etməyə. İmam dedi ki, elə günah. Ancaq 5 dənə də işi nədir? Öhdəsindən gəl. Elə mi olan? Onun öhdəsindən gəl. Dedi, nədir o? Birinci buyurdu ki, İmam ona dedi, la ta'kul rizqallah vəznib maşitə, Allah'ın rızısı yemə. Sonra ne kadar istəyirsən günah elə. Amma rızıdan başladı, bilirsiniz niye? Çünkü biz maddiyatı mənəviyyata nisbətən tez duyuruq. Biz bir stəkan şirin çayın dadın, bir qaşıq balın dadın, bir şiş kebabın dadın, 2 rəkat namazın dadından tez duyuruq. O da Allah təbarək Allah Kur'an-ı Kerim'de tez demir gedim şirin çay yiyor. Tez deyir namaz kılır. Niye? Çünkü maddi lezzeti tez dadırsan, o mənəvi lezzeti bize təbliğ edir. Mənəvi lezzeti dadandan sonra o maddi lezzet bizim gözümüzde esin olacak. Özü de rızı meselesi. Çünkü insan biraz dikkat eləsə, bazı dikkat eləsə, mesela Fatih suresinde Allah Tebareke ve Teala 3. ayette bu cür buyurur. Ya eyyühennâs, ey cemaat, Üzkürü ni'metallahi aleykum. Allah'ın sizin boynuzda olan nimetleri tez yapıza salın. Şimdi burada mısınız da? Sahada bir tane ameliyat, dünyada eğer Allah Tebareke ve Teala ya külək, ya bitki vasıtasıyla buğdaları tozlandırmasa bir nefer bir yana buğda biçebilmez. Dünya alimlerin, dünya kudretlerinin gücünde de değil bitkini tozlandırar. Buna bizim gücümüz çatmaz. Ve biz demine değiliz de bizim buğdalarımız da deminedir. Yani suvarmırıq. Suvarma buğdayla da dünyanı yetiştirme olmaz. İnsan biraz dikkat etse bu kadar kainatı idare eden kimdir? Bu kadar bitkileri tozlandıran kimdir? Vaktinde ona yağışı gönderen kimdir? Bu güzel faslında mesela o cilası, o erici, o hava, o şirin hava salan kimdir? Bu nimeti yadına çal. Sonra göz nimetini çal. Çünkü bu gözü mənə verən kimdir? Biraz piyle görürəm. Kulağı yada sal. Biraz et parçasıyla eşidirəm. Dili yada sal. Biraz et parçasıyla danışırəm. Məndə sevinç var, kədər var. Sevincin mənbəyi hardandır? Kədərin mənbəyi hardandır? Aslında niye mən bazı şeyler görəndə sevinirəm? Niye bazı şeyler görəndə kədərlənirəm? Allah məndə hansı hissləri qərar verir? Bunları yadıma sal Allah deyir. Bu nimətləri yadıma sal. Sonra Allah özü deyir, özüne sual ver. Həl min xaliqin qeyrəllah. Bu gördüğün ruzi, nazım, nimeti Allah'tan başka yaradan var. Yoktu ki. Hiç kimle kabul edebilmez ki, hiç kim Allah böyle o en katı materyaliste böyle olsa, o tabiatın, ruzinin, Allah'ın verdiği nimetlerin güzelliği kalır. Hala maddi ateistin bilirsiniz nedir? Ateistin danışıkına fikir görsünüz, biz Allah'a dediğimiz sıfatları maddiyedir. Allah buyuruyor ki, deməli, əgər bunu görsün, Fatih Surasının 3. ayəsində, İmam Hüseyin'in sözünü üstündən oxuyur ama bu ayın, çünkü İmam Hüseyin'in sözü Kur'an ayəsidir. Sen ki bunu gördün,
Gördün ki nimetleri Allah'tan başka veren yoktur. Yerzukukum. Pes o Allah size rızı verir. Mine semai vel arz, yerden ve göğden. Rızı kimindir? Allah'ındır. Bunu terk edenden sonra insan özü özünden Allah değil, özü özünden değil. La ilahe illahu. Yoktur o Allah'tan başka. Birisini tapasan ona secde ediyesen. Ona ma'bud olasan. İkincisi tapmak mümkündür. Sonra görün ahirın Allah'ına güzel getirir. Deyir, bunu ki gördüm rüzüleri veren Allah. Bildin köyden yerden sana o rüzü verir. Bildin ki ondan başka ma'bud yoktur. Sonra Allah Teala bu işi fe'anmen yufakı bahara geçsen sen. Bahara geçsen. Kimin karşısına geçsen. Kimden merhamet gözleysen. Onu İmam Hüseyin Salamullahi o şahsın fitretini ayaktı. Dedi eğer sen günah eləmək istəyirsənsə, əvvəl yaradanın rızısından istifade eləmə. İkinci, buyurdu, eğer günah eləmək istəyirsənsə, əxric min vilayətillah, Allah'ın vilayətindən çıx kinə. Hazreti Aleyhisselam dua kumulda deyir ki, la yumkinul firarı min hükümeti. Allah senin hakimiyetin altından ben hara kaçabilirim. Hal yerzaul, İmam Zahir'den İmam Zeynal'dın deyir, hal yerzaul abdullah abid illel mevla. Aya, kaçan bir, ağasının kapısından başka bir kapıya bayılabilir. Bir bazen görsen, isteyen ağasını etiraz eder, kaçır, haram cazı görüleceğinden merhametlisi malımdır. Görsen, uşağı nasıl diyor? Uşağın fitrati farklı axı. Uşaq, görürsən iki tane uşaq oynayır, birinin əlində oyuncaq var. O birisi uşaq bunun əlindən oyuncağı alan kimi qaçır. O qaçır, bu oyuncağı əlindən alman başlayır qışqırmağa, ağlamağa. Fikir verirsiniz, deyəm uşaqlar niyə bilir? Deyir o qaçan üçün fitrati farklı, bilir mən zülm eləmişəm, zülmün cəzası var, başını götür qaçın çıxır gedir. Buna da zulm edenler elinden var. Bu da itiraz eder, zulme haysaymaya çömelir, başlayıp ağlamağa. Anası görsen uşağı döveyim, kendi uşaqlar çok yaxşı bilen bunu. Çölden hamı kışkırır, qaz, uşaq ondan kendi anasının ağından yapışır. Gene niye? Çünkü o uşaq bilir, beni incitse de, beni dövse de, bundan beni çok isteyen olmaz. Allah Kur'an-ı Kerim'de Er-Rahman suresinde cehennemin nimetlerinin içerisinde sayır. Deyir, ben size bu nimeti vermemişim. Sayır. Ondan sonra Allah diyor ki, ben sizin için cehennem yaratmamışım. Cehennemin nimetlerinin içerisinde sayır. Bilirsiniz niye? Dikkat edin bu alemin nizamına. Eğer bu alemin nizamında cehennem olmasa, bu alemin ne manası var? Bu kadar zulümlerin zamanın kimdir? Bu kadar zulümlerin cezası orada çekilir. Nizama bakanda cehennem özü Allah'ın yarattığı nimet. Mümkündür. O da İmam Hüseyin Salamullahi gayet ona dedi, o alim bir şahsa gayet dedi, sen çık Allah'ın vilayetinden, söyleyecek ne kadar isteysen günahına, Allah'ın vilayetinden çıkma olan. İlahi, İmam Zeynal'ın değil, ilahi, İnkâne zambı minel abdi gabi, eğerse günah benden pistir, velakinne lafla minket zemmin, ama bağışlamalı ki senden güzeldir. La yumkünül firar, kaçmak mümkündür. Allah'ın adının rezine amanı, iman getirenlerin velisi Allah'tır. Yuhricuhum minel zulmatilen nur, onları zulmetten nura aparacak. Allah daima insanı neydi? Nura aparır. Allah'ın vilayetinden mümkün değil ki insan çıkar. O değil, İmam Hüseyin Salamullahi o şahsın fitretini ayaktır. Dedi ki Allah'ın bıçağı diyorlar. Ama Allah'ın vilayetinden çık. Mümkün mü benim Allah'ın vilayetinden çık?
Mümkündür. Ona duyduğumuz madem ki bilirsen Allah'ın vilayetinden çıkmak mümkündür. Niye günah olmuyorsun? Ben değer mi? Ebedi bir hoşbahtçılığı dünyada geçen bir tane lezzetten sonra insan ebedi hoşbahtçılığı əldən verir. Hala o manavi cəhəti deyil ama dikkat ediyorsan ki ben kimin karşısında günah edirəm? Aya o bana verdiği bütün bu nimetlerin mukabilinde məcəl əvəzi budur ki ben ona isyan edeyim. Əvəzi budur. Əvəzi budur insan Allah eləməsin o nimetlerin mukabilinde Allah'a isyan edesin. Əvəzi itaatdir. Əvəzi itaatdir. Onun için de buyurun çık Allah'ın vilayetine. Bu da mümkündür. Hamma Allah'ın vilayetindedir. Hatta günahkar edenler de Allah'ın vilayetindedir. Allah'ın vilayetinden çıkmaz olmaz. Ama sadece Allah Kur'an'da söz verip ki sizin günahlarınızın hakkını kıyamete saklamışım. Bu 5-10 nedir? Bir şey değil. O yüzden mesela Kur'an'da çok tabirler var da Kur'an'da çok tabirler var. Mesela diyor ama Allah'ın yanında hani o bir bakımı diyor, bir bakımı budur. Allah'ın yanında mesela 12 saat geçen de yer küresinde 100 yıl geçir. Üzeyir Peygamber'in zaryanını bilirsiniz de Kur'an-ı Kerim'de. Allah Üzeyir Peygamber'i öldürdü, diriltti. Üzeyir Peygamber 100 yıldan sonra değildi. Allah Kur'an'da Üzeyir'den sonra ne kadar yaktın diye yağman bazen ya bir gün ya günün yaz. 100 yıl geçmiş diye. Üçüncü, burada eğer istiyorsan ki günah eylesen, masalisi utlub mevzi'an git bir yer söz la yarakallah Allah seni görmesin vezna maşi ne kadar istiyorsan günah eyle. Medresede ustadların bir şagirdi çok isteyirdi. Hiç olmazdı da çok isteyir. Hiç olmazdı. Bu uşaqlarda kıskançlık yaradırdı. Bu uşaqlarda kıskançlık yaradırdı. Bir gün dediler ki sen niye bunu çok istiyorsan? Biz de bu şagirdlerden de müəllim bunları yoklamasın dedi. Sabah evden hariç bir tane cüce bir tane de bıçak getirir. Anası bir tane cüce götürdü. Bir tane bıçak. Məktəbə gelirler. Müəllim dedi gelin bunu böyle bir yerde seçin ki orada sizi hiç kim görmez. Biri geçti tavanın önüne gördü hiç yoktu, düzeni kesti. Biri geçti medresenin arkasına gördü hiç kim yoktu, düzeni kesti. Birazdan hamı kesilmiş düzeni getirdi. Gördüler bir talebe, hamın elinde düze de biri bıçakta geldi. Hamı da güldü. Müdahillerinde dedi, müəllimin istediği şagird bundan artık olmaz ki. Müəllim dedi, sen niye kesmedin? Dedi, o yer içi orada beni hiç kim görmesin tapabilmedi. Allah özü bilirsiniz bizim dahilimizi de bilir. Geleceğimizi de bilir. Geçmişimizi de bilir. Gizliliklerimizi de bilir. Eğer biz bunu dərk eləsək ki alem hamısı Allah'ın məhzəridir biz günah eləmər. Günah eləmər, xəcalat çəkərik. Utanarıq. Allah'ın mahzarından günah eləməliyə çəkinərik. Siz de bilirsiniz niye biz çok takip ediyoruz günah. Çünkü günah insanlıktan çıkardı. Bizim günaha başımız karışsa İmam Zaman düşünebilmeli. İmam Zaman fikirleşebilmeli. Xeyir iş görmək fikirleşebilmeli. Qəza namazlarını qılmaq fikirleşebilmeli. Falsız haddına Müslümanların elinden tutmak bu fikirleşebilmeli. Günah olmayanla insan başlayır neylemeye, terakki eləməyə, inkişaf eləməliyə. Dördüncüsü İmam buyurdu, dedi o yerde ki melekül mevt Azrail gelir seni öldürmeye orada can verin Azrail'e. İbrahim Peygamber sallallahu aleyh bir gün Allah'a dedi ki Allah isteyelim günahkarın canın Azrail nece alır onu görün. Allah dedi göstererek. Allah Azrail'e dedi ki günahkarın canın alanda hansı formada olursa o cür İbrahim'in gözüne görük. O cür Azrail İbrahim Peygamber'in gözüne görüktü.
Bilirsiniz ne oldu? İbrahim Peygamber'in korkudan rüyaya gitti. Hasan'dan Hasan'a ayrılandan sonra Allah'a da inşallah cehennemin ehliydi, gülebilmezsiydi de. O formadaki ben Azrail'i gördüm, benim canım ona geldi. Yani bunun Azrail'i nasıl de cehennemin ehliydi. Sen tasavvur elə, insan ama müminler için Hazreti Peygamber buyurur. Allah'a can tasvir etmek, bir tane reyhan yarpağın ilamaya kadar asattı. Salavatü Muhammed var mı? Beşinci, İmam buyurdu ki, laf ahırıncısı da, dedi istəyirsən günah eləyəsən, dedi ha. Dedi oradakı oldun ha, mələklər səni çəkəcək cəhənnəmə sarı. Mülk surasının səhv eləməsəm 6-cı 7-ci ayəsindən başlayır, açıq bu ayadır. Mülk surasının 6-7-ci yani o arafalardadır. Orada açıq budur ki olsun Allah'a. Allah deyir günahkarları cehennem görəndə cehennem gazabından patlamağa kalacak. O Kur'an sözüdür ya. Cehennem gazabından patlamağa kalacak. O cehennem malikleri bir sürü günahkarlara ne diyecek? Diyecek. Aya ben sizi korkuzan olmadı. Alam yatihim bir nazir. Aya zahiren safhele mesela bu cürdü. Allah demedi ya. Aya sizi Peygamber korkuzmadı. Peygamber sözünü işletmedi. Resul sözü işletmedi. Nazir sözü işletti. Tabi bugün bizim halimize şamil olan. Yani dedik Peygamberden de alama ruhaniler, tebliğatçılar, sizin içerizde müminler çıkıp sizi o günden Peygamber de sizi bize şamil olmazdı. Ama bu günleri ben danışıyorum. Bütün minberlerde ruhaniler danışır. Bu kıyamet günü şehadettir, şahittir. Kur'an ayasıdır ya. Kur'an bilmez. Tapılmadı sizin içerizden çıkıp diye ki Allah'ın bir cehennemi var, Allah'ın bir azabı var, Allah'ın bir cenneti var, Allah'ın bir değişti var. Bu cehennem ahı kaldım diyecek niye? Dediler. Ama biz onların sözüne inanmadık. Ola bir maskarat. Oyuncak. Ola da zarafatlaşıdır. Ola bizim için Allah'ın cehenneminden, değiştiğinden, Allah'ın azabetinden danışanlar var zarafat yana salıyor. Alam yatihim min azir. Gelmedi size korkuzan, size diyen olmadı, size tebliğ edilen olmadı. O da benim azizlerim, benim canlarım. İmam Hüseyin bu cavanlığı, onun hikmeti vardır. Bir 15 sene öleceksin, sana yapılacaklar cehenneme, gitme de. Gitme benim elimdedir, gitmeyeyim. Gitme yaxşı. Yemek senin elindedir, rızı senlidir, nimet senlidir, ölmek senlidir, dirilmek senlidir. İşte cehenneme geçmez senin gücündedir. Mesela hansı günah neyse. Ondan sonra İmam Hüseyin Salamullahi Tevbe suresinin 105. ayası bu dediğim hadise şahitli Tevbe suresinin 105. ayası. Orada da burası tercümesinden bakarsın. Allah boşu kul İ'lemû. Gidip ne istesiz oluyor? Bu ne peygamber? Gidip ne istesiz oluyor? İ'lemû. Dedim. Elim. Ama fasayallahu amalikum tezlikle Allah sizin amelinizi size gösterecek. Görür Allah. Çok tezlik. Ve Resul Peygamber de görür. Ve müminun asıl müminler de görür. Allah da Peygamber de mümin de bunlar bizim dünyadaki amellerimize şahit. Sonra Allah Teala buyurur ki ve sataraddûne ilâ âlimil gaybi ve şehâde laf tez qayıdacaksınız asıl aleme. O alem nedir? Orada da artık her şey aydın. Kıyametin ağırlığı bizde oradadır ki bu yanma tümüle sarayır. O gün için çaylar açılacak. Allah o gün bizim ağırlığımızı hifzelesin. Feynabbikum Allah bunu bir haberdar olmayacaksınız. Bima kuntum ta'malun. O elədiyiniz işlərə. Odur ki, pəs İmam Hüseyin Salamullahi bu 5 tane o cavana dedi ve ayı okudu. Bunun manasına eğdi. Bunun manasına eğdi ki biz alemi Allah'ın mahzarı bile. Bu alemi Allah'ın mahzarı bile. Ve bilək de biz nedir? Allah'ın mahzarındadır. O da İmam Hüseyin Salamullahi buyururlar ki Kərbəlada her şehit verdikçe
İmam Hüseyin'in rengi biraz da kızarırdı. Bu manadaki güzelleşirdi. Niye? Çünkü biraz da onunla Allah'ın arasındaki perde biraz da götürürdü. Allah onun makamını biraz da kaldırırdı yukarı. Ama gene de her ne olursa olsun ağır günlerdir. Allah hiç atanı oğul canazasının üstüne aparmaz. Deyirlər İmam Hüseyin salamları yeriyə bilmir. Sürünə gecirlər yaşların canazasına. Hala en çatın da buradaydı ki, gene de bir oğluna üyerdiler belə, gene de təziyyə məsələ biraz asandır. Ama İmam Hüseyin salamları deyirlər, Hazreti Ali Ekber'e sarı gitti, Ali Ekber qatilini çatan, biraz su olsaydı rahat can vererdi. İmam Hüseyin salamları dilin çıxartdı. Dilin çıxartdı koydu, Hazreti Ali Ekber'in ağzına. Rivayette vururlar ki, Hazreti Ali Ekber gördü ki, Ağa İmam Hüseyin salamlarının rengi uçtu su içende. Bu haldeydi Ali Ekber Aleyhisselam'ın öz rengi başladı güzelleşmeye. İmam biraz uzaylandı. Dedi ne oldu oğlum? Dedi ata, andolsun Allah, çatdım peygamber köser suyuyla ovcunda bana rahatı silah veriyor. Mesela Allah'ın lazine eylemenleri bir yanları bu. Bir de